Salam Miramiyyədən. Bu videoda çıxarış necə olur onu göstərəcəm sizə və yeni gələn aksiyalardan danışacağım. Və bəzi nüanslara toxunacağım sizlərə burada. Birinci onu göstərəcəm sizə çıxarış necə olur. Buradakı pulları çəkeyim. Gördüğünüz kimi 35 dollar balansımda pul var. İndi onu necə çıxaracağım onu göstərəcəm sizə. Mən hər dəfə emala çıxarış edirəm. Hər dəfəsində də gəlir. Düzdür, elə olub gec gəlir, elə olub tez gəlir, amma gəlir. Problem yaşamamışım, amma bu dəfə kartı çıxartmaq istəyirəm. Ona görə kartı yoxlamaq istəyirəm. Çıxarış. 10 dollar yoxlayayım karta. Birinci dəfədir kartı çıxardıram ona görə. 10 dollar yoxlayaq görək nə olur. Gözlüyə yüklənsin bu. Gördüğünüz kimi yazıb uğurla tamamlandı. Burada var 29 dəqiqə yazıb ha. Buna heç kim şey eləməsin, yəni fikir verməsin. O 29 söhbəti boş söhbətdir. Bu 24 saat ərzində gəlir. Nə gec də gələ bir başa düşdünüz, yüklənmə çoxdur. Elə adam var ki 50 dollar çıxardır ona 5 dəqiqəyə gəlir. Elə adam var 30 dollar çıxardır ona 10 saata gəlir. Tutaq ki deyirəm, nə yəni burada gec gəlmə ehtimalı çoxdur. Yəni qrupda da hamı yazır. Yəni mən də belə deyim də sizə. Mən də burada sizin kimi oyuncu istifadəçiyəm. Yəni prosta əlavə bildiklərimi sizlə də paylaşıram burada. Düzgün yatırım eləməyə, yatırım eləyənləri necə düzgün yatırım eləyə bilər, onları göstərirəm burada. Yəni səbirlə oturub ancaq gözləməyə düşür. Yəni burada nə edeyim, heç nə eləyənməliyəm. Pul gəlməsə də belə heç nə eləyənməliyəm. Hamı da bilir ki, bu oyun risklidir. Hər an bağlana bilər. İtirə bilməyəcəyiniz məbləği ona görə deyirəm ki, bura vurmayın. Başqa indi sizə gələn aksiyalardan danışım gəlin. Bir də o da deyim ki sizə, gündəlik çıxarışa limitlər gəlib. O havada yoxdur. Əksəriyyət böyük summa gələnlərdə də gündəlik deyilsə, haradasa nə bilim 25-30 dollar və yaxud 50 dollar gəlirsə, oyun limit qoymağa başlayıb. Çünki mənim ikinci izləyicimdə mənə yazır ki, məndə limit var, çıxaramıram. O da burada yazılır. Balansın altında yazılır limit. Gündəlik nə bilim 10 dollar çıxarmağa icazə verirlər, çox vermirlər. Və yaxud dolar çox çıxarıblar deyə yəqin onlara limit qoyulur. Bu mənim təxminimdir, yəni ki. Yəni, amma mənə limit gəlməyib. Məndə gündəlik 10 dollar qazanc var da burada. Gündəlik 10 dollar qazanırım. İndi gələyim marketə. Yəni bu aksiyalardan faydalı yaralanmaq istəyirsinizsə, indi onları sizə başa salacağım. Necə faydalı yaralana bilərsiniz. Bir də ona da toxunum ki, bu oyun yəni yatırımsız heç kim qazana bilməz. Yəni adam var ki deyir 5 dollar yatırım, yəni mən ona tövsiyə görmürəm. Düzdür, ola bilər bütçəsi azdır. O da pul qazanmaq istəyir, amma qardaş, yəni qazana bilməyəcək. Deyək buradan 1+1 kampaniyası getdi də, o da 5 dollar vurur. 1.77 verir. Sən qardaş bunu 2 ay yox, 2 ay çıxardan bilsən, plus 3 aya doğru gedir də, yəni istəyir laf buna sən 4 dollar, 8 dollar ver 2 dənə. Üçüncü nə deyə versin sən? Aya çıxardırsan 6 nöqtəyəsə. Yəni deymir də qardaşım o qədər pul verib gözləməyə. Normal heç olmasa biraz pulunuz olsa yatırım eləməyə dəyər. Bir izləyicim yazıb ki 50 dollarlıq alıb. Dedim yox, tək alacaqsansa faydası yoxdur. Ondan sonra dedim 40 dollar ver, 4 dənə bundan al, ikisini hədiyyə versin 10 dollarlığı dedim. Çünki bu aylıq verir 5 dollar, 40 dollar verirsə buna 6 dənə bundan düşürdü elə bir.
O da aylıq 30 dollar edir. 2 aya 20 dollar xeyirdən. Amma bunu alsa 2 aya 10 dollar xeyirdən. Yəni 50 dollar yatırmaq istəyirdi, bunu almaq istəyirdi. Və bunu, bu binanı. Amma səhv eləmir. Mən ona dedim ki, 10 dollarla almalı. Biraz məntiqlə oynamaq lazımdır. Yoxsa çox qazana bilmərsiniz. Garantisi də yoxdur deyə oyunun hər an bağlana bilər. Nə qədər qazandınız buradan qazandınız söhbəti gedir. Yəni. Hə, amma 100 dollarım varsa, əlbəttə ki, sənə bu məsləhət görərəm, təbii ki. Çünki bu verir 90 dollar olacaq aylıq. Elə bilsən bir aya pulumu çıxardırsan, ikinci aydan sən üçün qazanırsan aylıq 80 dollar qabaqsan, sonra 90-90 qazanırsan. Təbii ki, 250 dollarla imkan olsa, bu partlayış bir şeydir. Aylıq 160 dollar verir. Bu da bir aya pulumu çıxardırsan, 480 dollar verir də səhv eləmirəmsə. 2-ci ayda elə bir 480 dollar xəyirdəsən. İndi 500 dollar xəyirdəsən, 20 dollar çıxsaq 2-ci ay 460 dollar xəyirdə olursan. Yəni az puldur. Yəni belə. Aksiyalardan da bunlar gəlir. Bu əvvəl gələn aksiyalarda mən də almışam olsa 100 dollar verib 2 dənə bunu almışdım. Sənə məsələ görürəm ki, yəni yatırım eləyəndə məntiqlə yatırım edəsən. Yox, o zaman belə gedib 2 dənə ağac alıb qoyum ora, pul yükləyirlər, 2 dənə ağac alıb qoyurlar. Sərf eləmir yəni qardaş, sizə görə deyirəm. Siz o elə bir ağacın pulunu çıxarırsınız 2 aya. Ya da 2 ayda çıxıb bir dənə ağac alsınız. 2 dollar verib ağac alanda 3 aya 1.95 sent edir 3 aya. Yəni dəymir. 3 ay ancaq çıxarırsan pulumu. Böyük summalarda əsas da aksiya gələndə yatırım edir. Mən özüm də gördüyünüz kimi bütün binalarım aksiyada gələnlərdir. Bir dənə kofedən başqa. Ağacları da aksiyada almışam. 2'sini almışam, bir hediyə verib. Həmçinin də maşınları. Bunları niyə almışam? Sözün düzü şəhərimi rəng qatmışam da, maraqlı eləmişəm. Amma belə əsas binaların hamısını aksiyada gələndə almışam mən. Amma mən də səhv elədiyim bunu. Tutaq ki 2 dənə bundan almışam. Mən vaxtı 100 dollar verirəm. Amma 100 dolları mən 3 dənə bina götürmüşəm. Mən düz deyib, heç kim bilənməzdir də. Yəni bunlardan sonra 2 alıb 3-cü hediyə gələcək. Yəni bu qədər. Başqa da sözüm yoxdur. Bir də mənim bildiyiniz kimi Telegram kanalım var. Həm çat kanalı var, həm də əsas kanal var. Hamıdan bir dənə xahişim odur ki, bu kanala da abunə olsun. Bir də mən indiyə qədər heç bir videoda deməmişəm. YouTube kanalıma zəhmət olmasa aşağıdan abunə olub bildirişləri açın. Gələn kimi məlumatlardan xəbəriniz olsun. Nəsə getdikcə sözünüzü mən bir dəfə bunu çəkəndə məqsədim oydu ki, özüm girib axtarırdım oyuna təzə başlayanda ki, ətraflı məlumat yazırdım, görürdüm normal paylaşan yoxdur heç nə. Özüm sonra başladım oynamağa, birinci dəfə çıxarışı özüm elədim, riskə getdim. Sonra depozit elədim, heç kim belə soruşmadan riskə getdim. Gördüm ki, getdikcə oyunun tempini tuturam, hamısını da uğurlu eləyirəm. Ondan sonra başladım, bir də ətraflı məlumat çəkib atdım ki, filan şey belədir. Mənim kimi millətlə adam axtarırdı, yəni mənim kimi axtarırdı. Amma yox idi video, mən də ona görə çəkdim, paylaşdım. İndi məndən sonra neçə nəfərlər başlayıb video çəkib atmağa. Bir də o deyim ki, qruplarda bəzi adamlar olur ki, dünənləri bir nəfər mənim hesabımı paylaşıb, deyir ki, satıram. Yəni, aldadır olar. Sonra bir nəfər var, 100 manata 500 dollar yatırdıq hesabı satırdı. Atış eləyir, cəmaata atır. Onu da deyim, biləsiniz, hesab alanda çox diqqətli olun. Yəni, bu qədər. Başqa da deyəcəyim bir şey heç yoxdur. Oyunun linkini də aşağı qoyacağım. Oynamaq istəyən girib oynaya bilər. Amma riski var, deyim, hər zaman bağlana bilər. O riski alıb gözə alıb oynamaq istəyirsə oynaya bilərsiniz. Mən də buradan bildiyiniz kimi aylıq gəlirim 300 dollardır. Aya 510 manat qazanıram burada. Getdikcə də məqsədim odur ki, şəhəri biraz da böyüdür. Gözləyirəm, prosta pul gələr. Gəlsəydi onu tam göstərərdim sizə. İndi mən videoyu burada saxlayıram. Pul gələndən sonra göstərəcəm. Uşaqlar, pul gec gəldiyinə görə mən bir dənə çıxarış verdim. Deməli 10 dollar çıxarış elədim. M10'a. Bir dəqiqə. Birincisi ki, karta çıxartdım ya. Karta çıxartdım ya, gördüyünüz kimi. Saat 10:05'də çıxartmışam, elə də gəlməyib. Kapitala çıxartdım, gəlməyib. Amma 11:53'də
Emona çıxartdım. 12:58-də gəldi. Yəni 1 saatda Emondan gəldi amma. Kapitalınki də gəlməyib. Kapitalınki gəldi də qrupa ataram. Kanalın linkini aşağıda qoyacağam. Telegram kanalının linkini, oyunun linkini istəyən girsin. Ən yaxşısı Emondur. Emondan çıxardım. Mən kartla yoxlamamışdım, yoxladım. Yəqin ki o da gələr, gec də olsa gələr. 1 saata gəldi Emonda pul. Yəni bu qədər videonu da burada sonlandırıram. Sağ olun, salamat qalın.